Salam əziz, mehriban bacılarım, xanımlar. Arzunun mətbəxinə xoş gəldiniz yenidən. Çox məmnun olmuşam. Dünən mən birinci videomu qoymuşdum. Çox şad oldum ki, baxdınız, rəylərinizi bildirdiniz. Çox məmnun oldum, mənə motivasiya verdiniz. Mən ikinci videomu çəkmək istəyirəm. Sizin o xoş sözlərinizə görə çox sevindim. Dedim mən xanımları, bacıları narahat qoymayım. İkinci vlogumu çəkmək istəyirəm. Bugün ikinci vlogum nədən ibarətdir? Demək, mən hər gündə detoks içirəm suyu. Bu nədən ibarətdir? Hansı ingredientlərdən ibarətdir? Mən ora atıram xiyar, limon, para limon, para xiyar, petruşka və nane. Suyu da tökürəm, gözüm tutur. Mən gün ərzində bu krafinkanı içirəm, sabahsı günü yenisini düzəldirəm. Mən artıq buna belə adət eləmişəm. Detoksuz günüm keçmir mənim, demək olar ki. Yəqin ki, çox xanımlar bunu bilirlər zaten. Sadəcə mənim menyumda bu detoks olmalıdır. Mən yenə də deyirəm, Allah sizin hər birinizdən razı olsun. Like elədiyiniz əlləriniz var olsun. Allah sizlərə can sağlığı versin. Elə mənim videolarıma baxın. Mən də əlimdən gəldiyimi çalışacağım, eləyim sizlər üçün. Gözəl xanımlar, videomuzu davamı gəlir. Demək, mən salat hazırlamaq istəyirəm. Bu salat dietik salatdır. Bunlara nə gedir? Bu salata nə gedir? Qırmızı biber, sarı biber, yaşıl biber, hərəsindən bir ədəd. 2 xiyar turşusu, 2 soyutma yumurtanın ağı, kök, yer kökü, bir də toyuğun sinə əti. Mən salatı düzəldəndə, xanımlar, qaymaqdan hazırlayıram. Mayonez vurmuram. Duz, istiot. Bir də petruşka. Bunların hamısını doğrayıb, hazırlayıb sizə göstərəcəm inşallah. Mən başlayayım yavaş-yavaş doğramağa. Siz də izləmədə qalın. İnşallah yaxşı olar. Mən bunun içinə qarğıdalı da tökürəm, gavalı da tökürəm. İndi əlimin altında olan ərzaqlar bunlar idi. Bunun içində dedim bunlarla da olar. Gözəl xanımlar, siz nə edirsiniz? Nə pişirmişsiniz bugün? Nə hazırlamışsınız axşama? Mən də bilim, xoş olar mənə də. Sadəcə mən bunları doğruya söhbət edirəm ki, vaxt geçsin, tez eləyim, qutarım, hazırlayım. Mənim gözəl bacılarım, Allah sizin hər birinizi var eləsin. Ailənizdə həmişə mehribançılıq olsun. Balalarınızla, nəvələrinizlə, yoldaşınızla, qardaş bacılarınızla bir ömür boyu xoşbəxt, firavan yaşayasınız inşallah. Bunu hamımıza arzulayıram.
Gözəl bacılarım. Belə hamısını doğrayacağım inşallah. Ardıcıl. Sonra birbirinin üstüne töküp bütün her erzağımı vurandan sonra hazır bir vəziyyətdə sizə göstərəcəm. İçini qatışdıranda da, tökəndə də göstərəcəm sizə. İnşallah. Ola bilər kimsə istəyər evində düzəltsin ailəsi üçün, nəvələri üçün. Belə deyim də, mən bunu belə hazırlayıram, qaymaqsız da eləyirəm. İndi mən bunun qaymaqsız vəziyyətində göstərərəm sizə. Nətər qaymaqsız? Zeytun yağı ilə eləyirəm, qaymaq vurmuram. Onda artıq o olur dietik salat. Qaymaq vurmayanda. Bizdə ailədə uşaqlar qaymaqla xoş duyurlar. Adətən mayonez belə, siz deyin. Zeytun yağı ilə xoşlamırlar. Mənim özüm zeytun yağı ilə daha çox xoş duyuram. Ağız dadıma uyğundur ona görə. İndi uşaqlara görə mən buna qaymaq da qatacağım. Bir balaca da götürəcəm. Zeytun yağı ilə düzəldəcəm, onu da özüm üçün. Yəni demək istəyirəm ki, istəsəz belə də eləyə bilərsiniz hamısını, istəsəz yarı qaymaqla, yarı zeytun yağı ilə. Mən bunların içinə, xanımlar, gabalı qurusu olur, tunsuz gabalı qurusu. Bax, ondan da qatıram. Onda daha ləzzətli olur. Siz məni o qədər həvəsə gətirdiniz ki, mən qollarımı çırmayıb, keçdim iş başına video çəkməyə. Dedim, mən gözəl xanımlarımı intizarda qoya bilmərəm. Onlar məndən vlog istəyirlər, video istəyirlər. Çox xoş oldu mənə. Mənim də əhval-ruhiyyəm artdı. Dedim, bəli, mən bugün video çəkməliyəm. İndi bilmirəm necə alınar, saat neçəyə YouTube'a oturar. Onu özünüz biləsiniz. Xəbəriniz olacaq inşallah. Axşam daha yaxşıdır ki, evinizdə oturub rahat-rahat baxarsınız. Gözəl xanımlar, ailənizlə bir yerdə fikirlərinizi mənə bildirərsiniz. Yazarsınız, dünənki kimi yenə. Heç mən bilməzdim ki, maşallah olsun. Bir belə mənə yorum yazarlar, rəy bildirərlər. Vallahi düz deyirəm. Çox xoş oldu mənə, çox əhval-ruhiyyəm 180 dərəcə dəyişdi demək olar ki. Allah sizləri var eləsin. Mənim ümumiyyətcə xanımlar xoşum gəlir mətbəxdə dadlı yeməklər pişirim, salatlar düzəldim. Mətbəxə aid nə lazımdır, onların öhdəsindən gəlməyi çox xoş duyuram. Əlimdən gələn qədər də eləyirəm. Almaniyadan yazmışdı bacım qızı, bacımın oğlanları. Allah hamısını qorusun. Qərib ölkədə olan kimin balaları var, hamısını Allah pənahında saxlasın. Allah qorusun. Bizimkilər də oradadır. Allah hamısını qorusun. Allah işlərini avan eləsin. Can sağlığı versin. Bütün balalara, nəvələrə. Onların xoş günü
valideynlərinə, nənə babalarına göstərsin inşallah. Gözəl bacılarım. Bayırda çox möhkəm külək əsir. Bəlkə də səsi gəlir telefona. Çox bərk külək əsir. Ağacı elə dəvərdir. Deyirsən, indi ağac qırılar, çıxar kökündən yerə düşər. Allah hamının evinə bol-bol ruzu bərəkət versin. Allah Teala hamının evində qazanın qaynatsın, yeməyi bişmiş olsun. Can sağlığı ilə hərə bir tikə evində rahat oturub yeməyin yesin. Öz ailəsi ilə xoşbəxt olsun. Bundan gözəl nə var həyatda? Mən bilirəm, heç nə mən bildiyim qədər. Çox yorumlar gəlmişdi dünən, gözəl xanımlar. Əgər kimisə cavablandırmamışamsa, cavablandıracağım, yazacağım, bildirəcəm fikrimi hamınıza. Çalışdığım qədər yazmışam. İndi qalanları da inşallah yazaram yenə. Mənə dəyər verdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Allah hamınızdan razı olsun, gözəl bacılarım, gözəl insanlar. Bu salat belə doğranmalıdır. Ona görə də bax, mən belə uzunsuz nazik doğrayıram. Salat var, kubik doğranılır. Bu salatın doğranışı belədir, xanımlar. İndi mən videonu dayandıracağım burada. Ərzaqların hamısını hazır eləyəndən sonra qatışdıranda bir-birinə, onda videonu davam edəcəm. Gözəl xanımlar, demək mən hamısını ərzağımızın doğradım, qatışdırdım. Bura getdi qırmızı biber, sarı biber, yaşıl biber, turşu xiyar, yumurtanın ağı, töyüğün sinə əti. İndi mən bura dökəcəm duz, istiot, hamısı zövqə görədir, ağız dadınıza uyğun. Sonra tökəcəm mən bura dediyim qaymağı. Bunu qəşəng qatışdıracağım. Bir də dediyim petruşka şüyüd. Hər bir şeyini tökdük. Qəşəng bunu qatışdırım mən sizin üçün. Hazır. Bunu qoyaq bir kənara. Keçək dietik salata. Dietik salata gedir. Dediyim kimi zeytun yağı,
hərləyirik bax belə. Zeytun yağını tökdük. Qoyduq bir kənara. Tökürük bura göğürətini. Para limon. Limonumuzu da sıxırıq bura. Da belə. Limonumuzu da sıxdıq. Duzumuzu tökürük. Yenə zövqə görə. İstiotumuzu tökürük. Bunu qarışdırırıq. Çox dadlı, çox ləzzətli bir salat alınır. Hər ikisi istəyir qaymaqla, istəyir zeytun yağı ilə, limonla. Eləyin sizdə, nuşicanla dadına baxın, göz haqqınızı da halal edin. Gözəl xanımlar, bu da mənim salatlarımın hazır formasıdır. Bu zeytunla, limonla olan salatımızdır. Bu da qaymaqla olan salatımızdır. Bu da mənim detoks suyumdur. Göz haqqınızı halal edin. Allah hamının süfrəsini bol eləsin, ruzulu bərəkətli eləsin. Canın sağ eləsin, gözəl xanımlar, gözəl bacılarım. Çox sağ olun ki, dəyərli vaxtınızı mənə ayırırsınız. Bir 10 dəqiqə, 12 dəqiqə mənim videoma baxırsınız. Çox sağ olun. Buna görə sizə öz dərin təşəkkürümü bildirirəm. Allah hamınızdan razı olsun. Sizi öpürəm, bağrıma basıram. İnşallah yeni vlogda görüşənə qədər. Fikirlərinizi, like'ınızı gözləyirəm.